Salam, Talışistan Milli Televiziyasının əziz tamaşaçıları. Əvvəldən demişik ki, nə bizim televiziyanın, nə də bütövlükdə Talış Milli Hərəkatının heç vaxt kriminal elementlərlə heç bir əlaqəsi olmur. Bununla belə, Rövşən Caniyevin qətlinə biz barmaqarası baxa bilmərik. Çünki bu adi qətl deyil. İlkin araşdırmalarımız Rövşənin qətlinin əsl günahkarlarını üzə çıxarmağa əsas verir. Talış xalqı və Azərbaycanın başqa əsilli vətəndaşları Rövşənin həqiqi qatillərinin kim olduğunu bilmək istəyirsə, bizim televiziyanın verilişlərini izləsinlər. Yaxın günlərdə biz sizlərə ilkin araşdırmalarımızı, nəticələrini təqdim edəcəyik. Ənənəmizə sadiq olaraq biz sizlərə hər şeyi öz adı ilə çatdırar, faktlar, məntiq əsasında qatillərin kim olduğunu deyərik. Bizim verilişlərimizi izləyin. Allah Rövşənə qəni-qəni rəhmət eləsin. Allah onun qatillərinin cəzasını versin. قرأناه فاتبع قرآنه ثم إن علينا بيانه كلا بل تحبون العاجلة وتذرون الآخرة وجوه يومئذ ناظرة إلى ربها ناظرة ووجوه يومئذ باسرة تظن أن يفعل بها فاقرة. Tanıyanlar o gözü toxdu bizi, qorxuzan nə güllə nə oxdu bizi. Tanıyanlar o gözü toxdu bizi, qorxuzan nə güllə nə oxdu bizi. Bu saat istəməyən çoxdu bizi. Talışıq çünki ağırdır daşımız, talışıq çünki ağırdır daşımız. Bizə Rövşəndir böyük qardaşımız, bizim heç vaxtı əyilməz başımız. Söhbəti fərz eləmə bitirmişik, onlardan həmişə görüb götürmüşük. Masallıdan Mamedi itirmişik. Yanağa axdı həzin göz yaşımız, yanağa axdı həzin göz yaşımız. Bizə Rövşəndir böyük qardaşımız, bizim heç vaxtı əyilməz başımız. Həmişə şirince bir söhbətimiz, yaşasın bizim gözəl millətimiz. Var əsas namusumuz, qeyrətimiz. Nə olar ki köhnədir üst başımız, nə olar ki köhnədir üst başımız. Necə Rövşəndir böyük qardaşımız, bizim heç vaxtı əyilməz başımız.